Salam xəbər vaxtının daimi tamaşaçıları, sizi xoş gördük. Biz hazırda Salyan rayonunun Sarvan kəndində vətəndaş qəbulundan sizlərə məlumat verəcəyik. Bugün Milli Məclisin deputatı Günay Ağamalının Sarvan kəndində vətəndaşlarla fərdi görüşü oldu. Hazırda qonağımız Günay Ağamaldır. Günay xanım, xoş gördük sizləri. Təşəkkür edirik ki, bizim bugün təklifimizi qəbul etdiniz. Bizlərə müsahibə verəcəksiniz. Sizlərlə daha ətraflı istərdik ki, vətəndaşlarla keçirdiyiniz görüş barədə tamaşaçılarımıza məlumat verəsiniz. Xoş gördük sizlərə. Çox sağ olun, təşəkkür edirəm. Günay xanım, bugün Sarvan kəndində vətəndaşlarla görüşünüz keçirildi. İstərdik o barədə bildirəsiniz. Görüş necə keçdi? Bizim Sarvan kəndində artıq bir neçə dəfə görüşlərimiz olubdur. Vətəndaşlarla görüşlərimiz çox xoş və səmimi bir ab-havada keçdi. Hər zaman olduğu kimi və onların qaldırmış olduğu məsələlər tərəfimizdən qeydiyyata alındı və onlara qısa zaman ərzində həmin müraciətləri lazımi qurumlara ünvanlayacağımız söylənildi. İnanıram ki, hər zaman olduğu kimi müraciətlərimizi ünvanlayacağımız qurumlar aidiyyatı üzrə məsələlərin həllinə tez bir zamanda cavab verəcəklər. Günay xanım, əsasən vətəndaşlar hansı istiqamətdən müraciət edirlər? Müraciətlərin əsasən sosial istiqamətdə olur, yəni sosial müavinətlərin alınması ilə bağlı, aliment ödənişləri ilə bağlı bu kimi məsələlər daha çox müraciətlərdə öz əksini tapır. Sizə bir sual da vermək istərdim, bir sual ki, bir xanım deputat kimi siz həmçinin Salyan, Belasvar, Neftçala rayonu üzrə Milli Məclisin deputatısınız. Bax, Milli Məclisdə sizlərin işi olur, şəxsi ailə işləriniz olur, məhz birdəki rayonlarda vətəndaşlarla görüş. Bax, bir xanım deputat kimi bu sizə ağır deyilmi ki, ümumiyyətlə bu işləri ay ərzində çatdıra bilirsiniz? Xeyr, ağır deyil, çünki hər bir insan üzərinə götürmüş olduğu məsuliyyətin fərqində olmalıdır və təbii ki, zamanı düzgün bölüşdürməyi bacarmalıdır. Ona görə də zamanı düzgün bölüşdürəriksə, bu kimi çətinliklərlə üzləşməliyik. Çox şükür Allaha ki, bu kimi məsələlərdə hər hansısa bir çətinliyimiz yoxdur. Çox gözəl. Sonda bir sual da vermək istərdim ki, siz Milli Məclisin deputatı seçildiyiniz gündən 3 rayona baxırsınız. Bax, uğurlu nəticələrindən bildirmək istədim. Sizi Milli Məclisdə çıxışlarınızı da izləyirik, tamaşaçılarımız da görür. Bax, uğurlu nəticələr hansı olub ki, siz bu dönəmdə əldə etmişsiniz? Mən sizə açığı çox səmimi şəkildə etiraf edəcəm ki, müraciət ünvanladığımız istər Salyan Şirvan Regional Təhsil İdarəsi, istər Azərsu, Azərişıq, Azərqaz, bu qurumlara deməli vətəndaşlarımızla bağlı müraciətlərimiz çox çevik şəkildə cavablandırılıb və öz həlli yollarını tapıb və mən sizin kanalınız vasitəsilə fürsətdən istifadə edib adını çəkdiyim qurumlara öz təşəkkürümü bildirmək istərdim hər bir seçicinin adından. Günay xanım, sizə təşəkkür edirik ki, dəyərli vaxtınızı ayırdınız. Buyurun. Bizlərlə fikir mübadiləsi apardınız. İnanırıq ki, bundan sonra da seçicilərinizi uğurla qarşılayacaqsınız və onları maraqlandıran sualları uğurla cavablandırasınız. Çox təşəkkür edirəm. Belə əziz tamaşaçılar, bizimlə görüşdə Milli Məclisin deputatı Günay Ağamalı idi. Bizləri izləməyə davam edin.